Salam, əziz və hörmətli tədbir iştirakçıları. Bugünkü günü bizi dəvət edib çağırmışsınız. Bu zəfər günü münasibəti ilə mən hər birinizi təbrik edirəm. Sizlərə uzun ömür, can sağlığı arzulayıram. Bugün bizə də nəsib oldu Bakı şəhərinə gəlib və burada sizinlə bərabər hər birimiz bir-birimizə dəstək üçün Fərdə müəllimə. sağ olsun Fərdə müəllimə bizi dəvət etdiyi üçün. Allah hamınızdan razı olsun. Bugün bizim sevincimizin hər duyduğu yoxdur. Sevinirik ona görə ki, vətənimiz azaddır, firavan. Yerdə qalan bütün evlatlarımıza Allah can sağlığı versin. Onlar yaşayırlar. Vətən uğrunda gedən oğlanlar onlar üçün canlarını fəda etdilər. Kədərli də ona görə ki, balamızı görmürük, onlar üçün darıxırıq, onların yerləri görünür. Biz anaları, yaralı analar başa düşər, mən elə bilirəm. Yenə də hər birinizə təşəkkür edirəm. Bugün biz bir yerdəyik, ona görə ki, hamımız dərd uzaqlarıyıq. Sağ olun, var olun. Mən Abdullayev Kənanın anasıyam. Kənan Mingəçevir şəhərinin şəhididir, baş leytenant idi. Suqovuşan Tərtər istiqamətində döyüşləri olubdur və orada Allahın böyük dərgahında şəhid olubdur. Mən bütün şəhidlərimizin valideynlərinə səbr, dözüm arzulayıram və onların məkanı cənnət olsun, gözəl olsun yerləri, qəbirləri nurla dolsun. Bugünkü günü biz onların hesabına buradayıq. Allah dövlətimizi qorusun, ordumuzu qorusun. Əskər gedənlərə sağ-salamat gəlsinlər. Allah ordumuzu yenə qorusun və firavan yaşayaq.